Diyetanın təzə növünü öyrənmişəm. Az bəs deyirsən. Nə yeyirsən, ye, bir dənə çörək yemə. Elə. Hə, çörəyi yığışdırmaq lazımdır. Qətiyyən yeməmək. Bacı, mən yığışdırmışam da çörəkdə. Doğrudan. Bax, nə aşla, nə makaronla, nə xingəllə, nə o yarpaq xingəlinlə mən çörək yem. Ay bacı, nəni demirsən? Bilirsən nə vaxtdan çörək yemirəm? Nə vaxtdan? Bax, sonra dönər, lahmacun, pizza, piraşkı, bunların heç birini çörəklə yemirəm. Piraşkini da. Amma qabaq piraşkini çörəyin arasına qoyub kotlet kimi yeyirdim. Yadıma gəlir də, bacı. İndi də yemirəm, yemirəm bacı. Bacı, amma sağ qurban olum. O səhər ki, bacı, pomidor yumurta qazın üstündən lılıq bişir ha. Ay bacı. Ondaki